إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Biz Riyad-ı Salihin, salihlərin bağçası olan kitabda 190-cı hədisi götürəsiyik. Hədis Əbu Said Əl-Xudri radiyallahu anhunun hədisi ilə bağlıdır. Əbu Said Əl-Xudri radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edərək deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu. İyyəkum vəl-culusu fit-turuqat. Yollarda oturmaqdan çəkinin. Fəqalu, ya Rasulallah, mə lənə min məcalisunə buddun nətəhəddəsu fiyhə. Dedilər ki, ey Allahın Rasulü, bizim bu oturduğumuz məclislər, otururuq ki, bir-birimizlə unsiyyət yaradaq, danışaq. Fəqalə Rasul s.ə.v və Peyğəmbər s.ə.v onlara deyir, fəidə əbeytum illə əl-məclis. Rast ki, siz boyun qaçırırsınız, ancaq ki, oturasınız, illa ki, oturmaq istəyirsiniz. Fəatut tariqa haqqahu. O zaman deyir ki, yolun haqqını verin. Qalu, və mə haqqut tariq, ya Rasulallah. Sahabələr deyirlər ki, ey Allahın Rasulü, o yolun haqqı nədir? Peyğəmbər s.ə.v buyurur ki, qaddul basar və kəfful ədə və raddus salam vəl əmru bil ma'ruf və nəhi əl-munkar. Yəni, gözü aşağı dikmək və kəfful ədə. İnsanlara əziyyət verməmək, salamı qaytarmaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək. Yolların haqqıdır. Neçə şey oldu? Gözü aşağı dikmək, insanlara əziyyət verməmək, salamı qaytarmaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək. Hədis Buxari Müslimdə keçir. Müəllif rahimullah, Şeyx Hüseyn rahimullah bu hədisi şərh edərək buyurur ki, hədisi həmçinin nəql etdiği kimi Əbu Said Əl-Xudri radiyallahu anhudan gəlir və hədisdə keçir ki, İyyəkum vəl-culus fit-turuqat. Yollarda oturmaqdan çəkinin. Bu forma deyir ki, çəkindirmək formasıdır. Şeyx Hüseyn rahimullah deyir ki, bu forma çəkindirmək formasıdır. Yəni, hədisin mənası odur ki, uhəzzirukum minəl-culus ələt-turuqat. Sizi yollarda oturmaqdan çəkindirirəm. Çünki yollarda oturmaq insanların eyiblərini açmağa aparır. Gedənin, gələnin, qaydanın və həmçinin insanlara xas olan ehtiyaclarını, hansı ki, insan heç kəsin özündə onun ehtiyacını bilmədiği xas olan ehtiyaclarına baxmağa gətirib çıxarır. Bəzən də bu yollarda dayanmaq, yəni o qədər yayılır ki, insanda hətta danışıqlara, keçən şəxs haqqında, onun haqqında danışıqlara və qeybətə gətirib çıxarır. Yəni onların yanından bir kəs geçdiği zaman görürsən ki, onun namusu haqqında danışmağa başlayırlar. Və mühüm olan odur ki, yollarda oturmaq fəsadlara gətirib çıxarır. وَلَكِنْ لَمَّا قَالَ اِيَّاكُمْ وَالْجُلُوسِ التُّرُقَاتِ Lakin Peyğəmbər s.ə.v dediği zaman ki, siz yollarda oturmaqdan çəkinin, yəni onlara Allah Rasulü s.ə.v çəkindirdi. Və sahabələr bilər ki, ey Allahın Rasulü, مَا لَنَا مِنْ مَجَالِسِنَا buddun. Yəni biz yalnız danışmaq üçün otururuq. Otururuq ki, danışaq və bir-birimizlə unsiyyət quraq və bir-birimizə bağlanaq. Bunun səbəbi ilə də xeyir hasil olsun. Onların məqsədləri yaxşı idi. Nə olur burada? فَلَمَّا رَأَى النَّبِيَ sallallahu aleyhi və səlləm ənnəhu musammimun aləl-culus qalə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni onların artıq oturmaq məsələsində yəni israr etdiklərini gördüğü zaman فَاِنْ əbeytum illə məclis. Rast ki, siz ancaq oturmaq istəyirsiniz. Bunu gördüyü zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki فَأْتُ الطَّرِيقِ haqqahu. Yolun haqqını verin. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm bu məsələdə onlara qarşı şiddətli olmadı. Bu məsələdə bu oturmağı onlara qadağan etmədi.
Hansı ki onlar yəni bir-birlərinin arasında danışırdılar və bir-birlərinə bağlanırdılar və həmçinin bir-birlərinə unsiyyət qururdular. Ləm yəşuq aleyhim fi hədə. Bu məsələdə Peyğəmbər s.ə.v onlara qarşı şiddətli olmadı, onlara çətinləşdirmədi. Çünki Peyğəmbər s.ə.v-in sifətlərindən idi ki, o möminlərə qarşı şəfqətli, rəhimli idi. O möminlərə qarşı şəfqətli və rəhimli idi. Və deyir ki, İn əbeytum illə məclis. Rast ki, siz oturmaq istəyirsiniz. Onda deyir ki, fəatut tariqa haqqahu. Yolun haqqını verin. Və deyirlər ki, və mə haqqahu ya Rasulallah. Ey Allahın Rasulü, onun haqqı nədir? Və Peyğəmbər s.ə.v deyir ki, qaddul basar. Gözü aşağı dikmək və kəfful ədə. İnsanlara əziyyət verməmək və raddus sələm vəl-əmr bil-ma'ruf və nəhy anil munkar. Salamı qaytarmaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək. 5 dənə şeyi Peyğəmbər s.ə.v onlara buyurdu ki, bu 5 şey yolların haqqıdır. Birincisi, gözü aşağı dikmək. Yəni, gözlərinizi keçənlər barəsində aşağı dikməyiniz. Birinci bunu istədi. Peyğəmbər s.ə.v dedi ki, keçənlər haqqında gözlərinizi aşağı dikməyiniz. İstəyir bu kişi olsun, istəyir qadın olsun. لِأَنَّ الْمَرْءَ يَجِبْ أَنْ يَغُدَّ الْإِنْسَانَ مِنْ بَصَرِهِ عَنْهَا. Yəni, qadınsa keçən həmçinin kişiyə, insana vacibdir ki, ona baxmaqdan gözünü aşağı diksin. Və həmçinin bayaq kişi və həmçinin əgər keçən kişidirsə, qadına da vacibdir ki, gözünü aşağı diksin. Və insanlar deyir ki, وَكَانَ النَّاسِ فِي السَّابِقِ يَأْتِ الرَّجُلُ بِأَغْرَاضِ الْبَيْتِ يَوْمِيًّا فَيَحْمِلُهَا فِي يَدِهِ. İnsanlar deyir, bu keçənlər barəsində görürsən ki, deyir, evinə ehtiyac olan şeyləri, gündəlik evinə ehtiyac olan şeyləri, hətta alan insanlara baxırlar, onun əlindəkinə baxırlar. Sonra yəni bunlar keçdikləri zaman o həmən adamı müşahidə edirlər. Deyirlər ki, bunun əlindəki nə idi, aldığı şey nə idi və yaxud da ki, o nəyə oxşayır və bu kimi şeylər. Əlindəki nə idi, görəsən nə idi, bu kimi şeylər. وَكَانْ إِلَى وَقْتِ غَيْرِ بَعِيدٍ إِذَا مَرَّ رَجُلٌ مِنَ اللَّحْمِ لِأَهْلِ بَيْتِهِ سَارَ يَتَحَدَّثُونَ. Bəzən görürsən ki, deyir, kişi deyir, əlində ət alaraq ailəsi üçün evinə gedən bir kişinin haqqında deyir, danışmağa başlayırlar. Görürsən neçə kilo ət alır? 3 kilo, 5 kilo, 4 kilo. Və buna görə də deyir Peyğəmbər sallallahu aleyhi və səlləm, buna görə də Peyğəmbər s.ə.v sahabələrə deyir ki, gözünüzü aşağı dikin. Çünki insan gözünü aşağı dikdikdə bu şeyləri görməyəcək. Görmədikdə də o haqda danışmayacaq. Əgər gözünü aşağı dikməsə, artıq onun yəni, əlində olana və həmçinin geyiminə və həmçinin sürdüğü maşına, hər bir şeyə baxmağa düşəcək. Və bunun səbəbi ilə də onun haqqında danışmaq düşəcək ona və hətta qeybətə də, nəmmamlığa da gətirib çıxaracaq. İkinci, Peyğəmbər s.ə.v buyurdu ki, kəfful ədə. Yəni, əziyyət verməkdən çəkin. Yəni, əziyyət verən şeylərdən çəkinin. Əy kəfful ədə əl-qavli və fəalini. Əziyyət verən şeylər də iki cürdür. Sözlə əziyyət vermək var və əməllə əziyyət vermək var. Sözlə əziyyət verməyə gəldikdə, bir insan keçdiği zaman onun haqqında danışmaq. Qeybət və nəmmamlıq, bu kimi şeylər. Yəni, əməllə əziyyət verməyə gəldikdə isə yol keçərkən onun yolunu daratmaq. Yol keçən adamın yolunu daratmaq, ona əzcar aldaraq, ona əziyyət vermək. Yəni, keçən adamı ancaq sıxışdırır, məşəqqətə sarır. Bu da deyir ki, yəni, feillə, əməllə ona əziyyət vermək sayılır. Üçüncüsü, salamı yaymaq. Əgər bir kimsə sizə salam verərsə, o zaman deyir ki, salam ona qaytarılır. Bu da deyir ki, yolun haqqlarından sayılır. Sünnədir ki, deyir, yəni keçən oturana salam versin. Əgər sünnədirsə, keçən oturana salam verməlidirsə, o zaman ona salam verildiyi zaman o da salamı qaytarmalıdır. Sünnədir ki, keçən oturana salam versin. Və yaxud da ki, az-çoxa salam versin. Və yaxud da ki, minikdə gedən gəzənə salam versin. Gəzən oturana salam versin. Amma bu, yəni şəriətin neydi? Qoyduğu qaydadır, nizam, intizam.
Dördüncüsü, yaxşılıq əmri pisdən çəkindirmək. Yəni, Allahın əmr etdiyi hər bir şey yaxşılıq və həmçinin Peyğəmbər s.ə.v-in əmr etdiyi hər bir şey yaxşılıq sayılır. Yaxşılıq deyəndə, yaxşılığa əmr edib pislikdən çəkindirmək, yəni burada vacib də daxildir, müstəhəb də daxildir. Haram da daxildir, məkruh da daxildir. Aydın oldu, sən hətta müstəhəbi də, yəni vacib formasında yox, əmr formasında Allah Resulü sallallahu aleyhi ve sellem əmr etdiyi kimi əmr edə bilərsən. Lakin vacib kimi yox, şiddətli olmursan. Amma burada əsas qəsd olunan nədir? Yaxşılığı əmr pisdən çəkindirmək, yəni Allahın əmr etdiyi və Peyğəmbər sallallahu əmr etdiyi hər bir şey yaxşılıq sayılır. Əgər deyir, sizdən biriniz kimsə bu Allah və Rasulun əmrini naqisləşdirdiyini gördüyü zaman, keçən şəxsdən və başqalarından, o zaman deyir, ona yaxşılığı Allahın və Rasul sallallahu aleyhi və səlləmin ona əmr etdiyini ona əmr etməlidir. Və onu xeyrə həvəsləndirməlidir və onu xeyrə çağırmalıdır. Beşincisi, münkəri inkar etmək. Əgər kimsə, yəni keçən şəxsin üzərində münkər etdiyini görərsə, o zaman deyir ki, məsələn, siqaret çəkməsi və bu kimi şeylər münkər etdiyini gördüyü zaman və bu münkəri ondan çəkindirməlidir, ona bunu qadağan etməlidir. Bu da yolun haqlarındandır. Bu hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanları yollarda oturmaqdan çəkindirir. Və əgər deyir ki, bundan lazım olan budursa, o zaman yolun haqqını vermək vacibdir. Əgər bu şeylər o zaman belədirsə, yəni yolun haqqını vermək vacibdir. Yolun haqqı da 5 şeydir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bəyan etdi. Birincisi, gözü aşağı dikmək. İkincisi, əziyyət verməmək. Üçüncüsü, salamı qaytarmaq. Dördüncüsü, yaxşılığı əmr etmək. Beşincisi, münkərdən çəkinmək. Bu yolun haqlarından sayılır. Kim ki, yolda oturur, Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan etdiyi kimi bunu etməlidir. Yəni, bu hər bir şeyə aid. İstəyirsən çayxanada otur. O da yoldur. Çayxanada otur, parkda otur, hər bir yerdə otur. Yəni, əgər orada sən gözünü qorumursansa, insanların eyibləri ilə məşğul olursansa, insanlara əziyyət verirsənsə, salam verdikdə salamı qaytarmırsa və yaxud da ki, əmri pozduqda ona o əmri etmirsənsə, qadağanı münkəri etdikdə o münkəri ondan qadağan etmirsənsə ona, o zaman o yolda oturma. O zaman o yolda oturma. Ona görə sələflər bir kəsdə bir münkər görəndə onu inkar edərdilər. Ta bilənə qədər ki, o ondan daha bir münkərə düşməyəcək. Münkəri inkar etdikdə ondan daha da böyük bir münkərə düşdüyünü bilərsə, onda inkar etməzlər. Necə ki, İbn Teymiyyə rahimehullah, yəni bir tatar qövmünün yanından keçəndə münkəri inkar etmir. Yəni onun yanındakı tələbəsi ondan soruşur ki, ey şeyx, bu sənin adətindən, sənin tariqandan deyil ki, sən kimdəsə bir münkər gördükdə onu inkar etməməyin. Sənin tariqandan deyil. Nə əcəb onu münkəri inkar etmədin? Onda deyir ki, onları öz halında bıraq. Əgər deyir, onlara o münkəri etsəydik, onlar da içki içirdilər. Əgər onlara o münkəri inkar etsək, onlar ondan da bətərini edəcəklər. Müsəlmanların qadınlarını körləyəcəklər və onları incidəcəklər, mallarını əlindən alacaqlar. Bu da daha şiddətli. Ona görə də münkəri inkar etmək şərtlərindən də biri odur ki, əgər bilsən ki, bundan daha şiddətli bir münkərə düşəcəksə, onda o münkəri inkar etmirsən. Bu da münkəri, yəni inkar etməyin şərtlərindəndir. Subhanəkə Allahümə və bihamdik və əşhədu ən la ilahə illallah nəstəğfiruka və etûbü ileyk.